Bunlar adi silkelənmələrdir və bunlar dünya alimlərinin fikri belədir ki, seismologlarının ki, bunlar ya güclü, bunlara deyirlər forşoklar. Bunlar zəlzələdən qabaq da olur, sonra da olur. İndi ola bilir ki, bəzən zəlzələdən qabaq olur, yerin o təzyiqi, yerin enerjisini çıxardır və böyük, belə deyək də, zəlzələlərə ehtiyac qalmır. Yəni enerjinin müəyyən hissəsi çıxıb, ona görə də güclü zəlzələ ola bilməz. Bu bir variantdır. Ola bilər ki, bunlar doğrudan da güclü zəlzələlərin əvvəlidir, girişini verirlər. Bax, bu məsələləri biraz heç kəs hələ dəqiqləşdirə bilmir. Ona görə də mən belə başa düşürəm ki, Allah qoysa bizim ərazimizdə həm sənayemiz, hökumətimiz, dövlətimiz bu sahələri, bax bu bizim yerləşdiyi regiona uyğun təsərrüfat sistemi quracaq və bizim itkilərimiz ona görə də az olacaq inşallah. Çox gözəl təcrübə var Yaponiyanın, digər ölkələrində var. İkincisi də biz əhalimizi qoruya biləcəyik. 21-ci əsrdir, elm texnikanın inkişafında, inkişaf eləmiş bir əsrində əlbəttə ki, o təəssüflə boş yerə biz əhalimizi itkiyə verə bilmərik.